Amma mən şəxsən belə bir sürücü tanımıram ki, avtomobili avtomat transmissiyanı 2 ayaqla sürsün. Bizim dostumuz Vüqar Bektaş öz əməkdaşımızdır və bu heç bir narahatlıq yaratmır. Qətiyyən. Bəzən deyirlər təhlükəlidir filan, amma heç bir təhlükəsi təhlükənin miqyasını dərk eləmək və ona reaksiya vermək də müxtəlifdir. Enişteyn də sual verirlər ki, siz niyə corab geyinmirsiniz? O deyir ki, siz niyə corab geyinirsiniz? Fikirləşdim ki, yəqin ki, biz düz eləmirik. İndi mən belə baxıram, həqiqətən baxanda artıq mən çaşıram. Yəni sol ayaq boş qalmalıdır. Panik halında sən reflektiv olaraq ikisini eyni anda basa bilərsən. Yol polisində bunu bu cür sürüşü qəbul edərlərmi? Xüsusi müddəa varmı ki, qanunda ki, bax 2 ayaqla olmaz ha? Mən belə nümunə görməmişəm və bu anormallıqdır. Olub ki, təcrübədə məni vəziyyətdən çıxarıb. Bakı şəhərində 2 ayaqla yox, 4 ayaqla sürmək lazımdır. Özlə də 4 ayaqla sürməliyik, amma indi olanımız budur, ona görə də İnşallah yaxşı olar. Üzr məktubunda qeyd olunur ki, sağ ayaqla sürülməlidir. Yəni maşının nömrəsi bir yadımdan çıxmışdı, həyətdəki düşdüm, bir ona baxdım. 2 saatdır yatamadım ki, mənim bağça müəlliməmin adı nə idi? Getdik onda. Deməli, bu dəfə biz avtomobildən danışmırıq, sürücüdən danışırıq və mənə görə bu nadir hadisələrdən biridir. Bəzən olur, bir dəfə hətta radioda mövzu düşəndə yazanlar olmuşdu, amma mən şəxsən belə bir sürücü tanımıram ki, avtomobili avtomat transmissiyanı 2 ayaqla sürsün. Bizim dostumuz Vüqar Bektaş öz əməkdaşımızdır. O gün təsadüfən söz düşdü. Dedim ki, valla nadir nümunədir və biraz da özüm də mövzunu qurdalamağa çalışdım. Amma dedi ki, mən belə öyrəşmişəm, belə sürürəm və illərdir ki də belə sürürəm. İstəyirəm Kənan, gəl zəhmət olmasa birinci göstərək. Vüqar, xoş gördük əzizim. Salam əleykum. Deməli, tam bildiyimiz, necə ki biz mexanikanı 2 ayaqla sürürük. Vüqar qardaş tam qazı sağ ayağı ilə, əyləci sol ayağı ilə sıxır. Belədir də, düzdürmü? Bəli, bəli, tamamilə. Və bu heç bir narahatlıq yaratmır. Qətiyyən, mən elə ilk gündən belə sürməyə başlamışam. Yəni heç bir belə, bəzən deyirlər təhlükəlidir filan, amma heç bir təhlükəsi əslində təhlükəlidir. Yəni təhlükəsizlik, avtomobil, o yəni sürücülük məktəbi falan ona gələcəyik. Təhlükə nisbanlı işte. Çünki təhlükənin miqyasını dərk eləmək və ona reaksiya vermək də müxtəlifdir. Orası elədir. Düzdür. Amma mütləq anlayışı yoxdur. Mən bunu əgər o təhlükəni real dəyərləndirirəm və reaksiya verirəmsə, deməli əksinədir hər şey. Heç bir təhlükə. Deməli biz düz sürmürük. Nə deyim valla? İnsanlar müxtəlifdir, reaksiyalar müxtəlifdir. Əslində elədir. Deyir ki, Enişteyn corab geyinmirdi də. Yəni bunu yəqin ki bilirsiniz və Enişteyn də sual verirlər ki, siz niyə corab geyinmirsiniz? O deyir ki, siz niyə corab geyinirsiniz? Yəni həqiqətən ciddi sualdır və fikirləşdim ki, yəqin ki biz düz eləmirik. İndi Vüqar belə sürür, nə bilim. Amma mən belə baxıram, həqiqətən baxanda artıq mən çaşıram. Yəni təsəvvür eləyin ki, hər iki ayağım tutaq ki, qazın üstədir, bir də əyləcin üstədir. Əyləcin üstə çox belə xəfif, yəni sıxmıram da belə. Ehtiyac olanda bax hər ikisi mənə deyirlər ki, çaşa bilərsən, yəqin ki, çaşırsan. 100%. Hələ indiyənə kimi bir dəfə olmayıb ki, çaşım. Bunun özü həm də beyin inkişaf eləyir. Yəni beyin daim işləyir. Amma beyin çox yüklənir. Yəni biri var ki, nə bilim, beyin siqnal bir ayaqla işləsə, beyin bir tərəfdən siqnal göndərir, həm ayaq işləyir, həm beyin bir yarım kürəsi işləyir. Amma hər ikisi olanda mən elə gəlir, bilmirəm, bunu indi mütəxəssislər yaxşı bilər. Birinci mexanika olmayıb maşının, ilk avtomobil. Olub. Mexanikadan başlayıb bu. Yəni məsələn məndə də birinci mexanika olub. Amma mən buna keçəndə dedim, nə əla, nə rahat. Yəni də sağla öyrəşdirdim özümü. Maraqlısı odur ki, Vüqar qardaş solaxay da deyil. Məsələn mən solaxayam. Mənim bütün hərəkətlərim solaxaydı. Bir dənə yazını birinci sinifdə o vaxtı zorla öyrətdilər. Amma məsələn mən futbolda topu solla vururam. Mən yeməyi sol əlimlə yeyirəm. Yumruq falan atanda, təpi atanda solla atıram. Yəni solaxayam da, yəni bildiyin solaxayam. Amma məsələn bir odur, bir də əskərlikdə silahda məsələn mən dedilər ki, baxdım çaşıram da. Yəni solaxay belə baxır. Gördüm o biraz alınmır, silahla düz gəlmir, sağla, yəni eyni hamı kimi sağ gözümü yumub baxıram, atıram. Yəni o ikisini məcbur oldum, uyğunlaşım ki, burada başqa variant yoxdur. Amma belə sürmə, indi biz oturaq istəyirik ki, Vüqar qardaş sürsün, görə necə sürür. İnşallah biz onu çaşdırmarıq. Yox, qətiyyən. İndi əsas Kənan o hissəni götürsün, sürə-sürə. Arxadan çəkə bilərsən. Arxadan çəkə. Deməli, tərpəndik və indi yavaş-yavaş çıxırıq buradan, amma valla bax
ümumiyyətlə mən maraqlandım bu təlim kurslarında falan da. Yəni bütün dünya üzrə standartda avtomat transmissiya üçün belə təyin olunub ki, sol ayaq boş qalmalıdır. Yəni bu təhlükəsizlik üçün də belə təyin olunub. Burada istisnalar bilirsiniz nədədir? Misal üçün Formula 1 pilotları, amma onun üçün onlar xüsusi təlim keçirlər. Yəni bu adı üstündədir. Onsuz da Formula 1 pilotların sayı çox azdır. Bəlkə də siz potensial olaraq Formulaya getməliydiniz o vaxtdan. Sadəcə alınmayıb və burada qalıb. Amma mənim bir neçə bildiyim, tanıdığım adamlar var ki, onlar məsələn belə öyrətməyə çalışıblar, onları alınmayıb, hətta xanımlara xüsusilə də belə öyrətməyə çalışıblar. Alınmayıb, sonra təkrar qayıdıblar normal sürüşə. Yəni bəlkə də biz əvvəlcədən bilsəydik ki, hə belə olur, bizə qəribə gəlməzdi. Amma yenə də deyirəm, bütün standartlarda bu birinci nəyə deyirlər? Birinci çaşma ehtimalı mütləq var deyirlər. Neçə ildir belə? Hardasa bir 20 ilə yaxındır. 20 ilə yaxındır bu şəkildə. 17-18 il var belə. Və heç vaxtı səhv olmayıb. Bir dəfə də olmayıb ki, mən çaşam, ikisini də eyni anda sıxam, olmayıb yəni. Ola bilsin, məndə olub ki, cəhd eləmişəm. Elə-belə də arada bəzən sadəcə nə bilim bir yoxlamaq, bir yorğunluq ki, görüm bəlkə belə. Mən məsələn tormuzu sıxanda çox qabağa getmişəm. Yəni görmüşəm ki, mənim sol ayağımın əyləci olan reaksiyası sağla eyni deyil. Və bunu kimdən də soruşsan eyni şeyi deyəcək. Bəli, elə eşitmişəm elə. Yəni çox nadir belə nümunələr var, amma birincisi beyin yorulur deyirlər. Çünki beyin biri var ki, sağ ayaq bu vərdişlə rahat gedirsən. Düzdür, siz deyə bilərsiniz ki, hə də əksinə mənim reaksiyam daha güclü olar. Çünki mən həmişə startdayam. Amma iki ayaq belə qalır və belə nə bilim, yəni mən həqiqətən anlamıram. Yəni düşünürəm ki, mənə elə gəlir ki, bu mümkün deyil. Yox, mümkündür. Xüsusilə də sürətli yerlərdə. Özü də çox yaxşı mümkündür və mənə də elə gəlir ki, yəni ümumiyyətlə çıxaq da yola. Çıxaq. Ümumiyyətlə belə deyək, böyük megapolislərdə, yəni nəzərə alsaq ki, hər an hər şey ola bilər, force major halı yarana bilər, nəsə bir qaça bilər, qarşıdan bir heyvan qaça bilər, yaxud da ki, indi olur da hər cür yollarda hadisələr olur. Mən sadəcə hazıram, belə deyək. Adamlar var deyir ki, oradan ayağını götürüb bura sıxmağa nə qədər vaxt gedər ki? Milli saniyə. Milli saniyə. Bəs mən də onda sual verirəm ki, bəs əgər o onun üstündədirsə nə qədər vaxt gedər ki? Hər halda amma bir dəfə orada məsələn mən panik yerində gördüm. Orada məlumatlarda baxdım ki, niyə olmazların içində bu da var idi ki, məsələn panik halında indi o həmin o qəfildir də ya özünün daxili panikin ya qarşındakı yəni o vəziyyətdə sən reflektiv olaraq ikisini eyni anda basa bilərsən. Olmayıb. Və bu daha pis olar. Belə hallarım olub. Yəni bax elə məsələn force major hallar olub, amma yenə də mən görmüşəm ki, yəni sol. Bəli, mən o şərti reflekslər məni yanıltmır da, belə deyək. Çünki mexanikada başqadır. Nə qədər biz desək də, mexanikada sənin ayağın ilişmə muftasındadır. Yəni sən onu elə-belə də bassan problem yoxdur da, orada heç bir şey. Yəni mexanikada da sən yenə də tormuzu sağla sıxırsan əyləci. Əsas faktor budur. İndi biraz daha sürətlənəcəyik. Amma vallahi yenə də mənə çox belə şey gəlir, gərgin gəlir. Yox, adi bir şeydir. Yəni ola bilər sizə indi biraz qəribə gəlir. Mənə elə gəlir ki, adi bir şey. Yəni yoxdur ki, belə sürənlər. Yox, birinci bunu harda öyrədirlər? Məsələn, bunu sizə kim öyrədir? Onu heç kim. Yəni mən sadəcə belə düzdür, mən oxuyanda bu belə deyək də, sürücülük məktəbini oxuyanda bir ayaqla öyrədiblər. Hə də, çünki məktəb də axı bunu belə öyrədir. Təbii. Amma mən artıq özüm sərbəst sürməyə başlayanda gördüm ki, axı mənim üçün bu daha belə necə deyim, praktik, daha asan, daha belə necə deyim, yəni. Və ola bilər ki, ilk günlər biraz məndə xof olub, məsəl üçün, qorxu xof olub və istəmişəm ki, daha ciddi nəzarət edeyim yollara, yəni belə deyək. Və o zamandan da, buyurun. Əyləci həmişə daha yaxın olun. Hə, ay sağ olun. Bəlkə də o ondan yarandı, sonra gördüm ki, özünü doğrultdu, belə qaldı. Bilmirəm onu, yalan deyərəm, amma faktiki ilk gündən bax beləcə gedirəm. Hələ də şükür Allaha, yəni belə bir ciddi qəzam da olmayıb. Məni vurublar, amma mən heç kimi vurmamışam. Belə deyək. Yəni, çünki birinci sual bundan yaranır ki, bunu harda adam öyrənə bilər. Belə bir öyrətmə yeri yoxdur. Olmuyor. Belə bir məktəb yoxdur. Çünki bu bütün təhlükəsizlik qaydalarında da bu belə qeyd olunur. Qarşımızdan xanım gedir də, düzdür. Xanım istənilən hal gözlənilmədən, təbii indi ara məsafəsi mən saxlayıram. Amma ara məsafəsi olmasa da belə, indi yoldur, hər şey ola bilər. Mən millimetr məsafə qalmışda saxlamağa hazıram. Amma bax o iki ayaq ki, məsələn ki, daha yaxın planda verə bilərdi onu yəqin ki. Bax o iki ayaq ki, həmişə belə gərgin dayanıb, bax fikir verin. O biraz belə daha yaxına da verə bilərik məncə. Hə.
Bu özü özlüyündə adama belə bunu şey çəkdim, bunu qaldırdım, bunu sıxdım, bax belə. Yəni növbəli şəkildə, yəni belə deyək də, gərginlik hiss eləmirəm. Heç bir, yəni deyəm ki, ayağımda sıxıram özüm. Yorulması da. Qətiyyən. O ola bilməz ayağım adam. Əksinə ikisi də işləyir. Bəzən adamlar deyir ki, ayağım keyiyir bu ayağım. Məsələn, uzun yol sürən sürücülər deyir ki, sağ ayağım keyiyir də belə deyir. Amma mən hərdən ona da istirahət verirəm. Yəni sağ, sol, növbəli şəkildə. Onsuz da qazı solla basa bilməyəcəksiniz. Düzdür? Təbii, hə. O lap belə lap master olar. Yo. Buradan dönüb qayıda bilərik geriyə. Yəni o onsuz da mümkün deyilsə, yəni mən yenə də qazı sağ ayağımla basacamsa, orada bir dənə o əyləc üçündür. Əyləc üçün də deyirəm, yəni mən 100 ola bilər, mən də sıfırdan mənə belə öyrətsələr, yəni biz gözümüzü açıb görsəydik ki, sükan solda yox, ortadadır. Belə sürəcəkdik, deyəcəkdik ki, hədə nə var ki, bu belə olur da. Bu da elə, amma buradakı o ətrafdakıların hamının fərqli olması və sənin onların əksinə olmağın, burada əsas çaşdırıcı budur ki, yəni bunu nə bilim, imtahanda bilmirəm, imtahan mexanika ilə olurdu, orada onu hiss eləmirdilər. Yaxşı, mexanikada tormuzu hansı ayaqla verirdiniz? Mexanikada elə sizi kimi. Mexanikada bu sol ancaq ilişmə butasında işləyir. Bu da belə işləyir, sağ-sol. Klassik variantda. Ay sol. Onun üçün normaldır. Amma bunun belə, çünki yəni tormuzu yaxşı, indi mən desəm ki, ancaq bizim kimi sürün sağla. İndi. Olar, olmaz. Olar ya, amma biraz əziyyətdir. Yəni mənim üçün çox belə diskomfort olar. Oradan götür, qaldır buna qoy. Yəni biz balaca hazır gül kimi gedirəm də belə. Valla nə bilim, mən həqiqətən çox qəribə. Yəni yenə deyirəm, bax burada o qeydlərin biri panik idi. Ki, ikisini eyni anda basa bilərsən və burada böyük bir təcrübə var ki, heç vaxt olmayıb. Olmayıb, yox, qətiyyən. Avtomobil hətta buna görə dizayn olunur. Qeyd olunur ki, avtomobil sırf buna görə dizayn olunur ki, orada sol ayaq üçün hətta bir yer vardı. Yəni sol ayaq orada olmalı. Təhlükəsizliyi də qeyd olunur ki, sol ayaq orada olmalıdır. İşlək zonaya, iş zonasına sol ayaq daxil olmamalıdır ümumiyyətlə. Bütün yəni avtomobil təlimlərindən tutmuş istehsala qədər bu belə qeyd olunur ki, bu ayaq işləyəcək və beyin də ona uyğun komandasını verəcək. Amma hər halda belə bir nümunə var. Maraqlı olardı mənim üçün də ki, mütəxəssislər buna fikir bildirərdi ki, bu nə ilə bağlı ola bilər? Bu psixoloji amildir, ya bu nə bilim, mexaniki bir aktdır, nədir bu başım çıxmadı. Yəni bu qadağandırmı deyə bilmirəm bu sözü. Yəni varmı elə bir şey ki, bu olmaz, qadağan? Bilmirəm, məsəl üçün indiyə kimi yol polisi kimisə buna görə saxlaya bilməz, çünki o bilmir ki, necədir. Amma ancaq o halda ola bilər ki, siz bugün mən bilən avtomatın imtahanını avtomatla verirlər də. Sürücülük kateqoriyasında. Əvvəl bizdə belə deyildi. Biz mexanika ilə alırdıq, bizə bir dənə B verirdi. İndi amma orada hətta avtomat yazılır. Yəni mexaniki ayrılıb ondan. Yəni bugün tutaq ki, siz avtomatın imtahanını verməyə getsəz, bilmirəm, yol polisində, yəni dövlət imtahan qeydiyyatında orada bu cür sürüşü qəbul edərlərmi? Maraqlı olardı, onların da fikirləri maraqlı olardı. Hər halda bizim səhifədə kifayət qədər aktivdirlər, qeyd edirlər. Bir də təlimçilər var da, təlimçilərdən də biz onu soruşacağıq ki, ay falan kəs müəllim, bu adam belə sürür, bu belə imtahan verib keçə bilərmi? Bizdə qocaman bir təlimçi var, müəllim. Adil müəllim var, bəli, Adil müəllim var, Adil müəllim var. Çox gözəl onu şərh eləyərlər yəqin. Çox gözəl şərh eləyərlər. Ondan da soruşarıq ən azından və yaxud dəvət edərik ki, Adil müəllim, gəlin bir burada şərhdə qeyd edin ki, bu düzgündürmü? Yəni mənə maraqlıdır ki, siz belə imtahan verib keçə bilərsiniz. Yəni siz sabah buradan köçdünüz, getdiniz Almaniyaya, gəldiniz təkrar sürücülük vəsiqəsində imtahan verməyə. Bunu qəbul edərlərmi? Bilmirəm. Çünki mən belə nümunə görməmişəm. Amma olub ki, efirdə belə söhbət düşüb və bizə yazıblar ki, ha orada nə var ki, mən də belə sürürəm. Amma bu dediyim kimi də, yəni həqiqətən də bəlkə də nə bilim 100 mində birdir. Yəni biz bölsək olur. Nadir bir şeydir. Hə, bəlkə də ölkədə bu gün 2 milyon sürücünün içində bəlkə 20 nəfər var ya yoxdur. Yəni mənim öz müşahidələrimə görədir. İndi bilmirəm, bəlkə də oradan da kütləvidir, biz bilmirik. Bu videonu da ona görə çəkirik ki, bizi izləyənlər oradan bir qeyd eləsinlər. Amma dediyim kimi, yəni sürücülük məktəblərində bu olmaz. Bütün texniki parametrlərdə qeyd olunur ki, bu təhlükəsizliyə görə uyğun deyil və bu anormallıqdır. Uzun sözün qısası bu anormallıqdır, amma burada Vüqar qardaşın özü də deyir ki, özündə bir patoloji diqqət var, patoloji məsuliyyət var. Yəni adam deyir ki, mən o qədər əyləcinə vaxtsa gecikərəm, qorxuram ki, əvvəlcədən məndə
bu reaksiya yaranıb və mən başlamışam bu Yəni cür. bilirsiniz nətərdir Raqif? Mən yəni olub ki, təcrübədə məni vəziyyətdən çıxarıb. Yəni mənə yarım saniyədən də az vaxt lazım olub və onu mən təmin eləmişəm. Bəlkə o sizə elə gəlir. Nə deyim? Yəni ola bilməz ki, bu yəni həqiqətən hamımızı vəziyyətdən çıxarıb da həmişə əyləc. Yox, yəni Amma o heç- elə bir vəziyyət idi ki, artıq orada yəni vaxt məsələsi, yəni bir saniyədən belə az da belə gecikə bilərdim də yəni. Nə bilim. Yəni amma belə bu biraz da bəlkə də təsəllidir, bəlkə biraz da Ola bilər, yenə deyirəm, bəlkə psixoloji bir haldır ki, yəni mən belə əmin, daha özgüvən hiss eləyirəm özümdə ki, tam hakiməm. hə, Yəni, amma o da yəni ola bilər. mənim heç vaxt ağlıma gəlməyib şəxsən ki, milli saniyənin də nə bilim milyonda birində orada çünki doğrudan da çox cüzi bir vaxtdan söhbət gedir. Elədir. də Hə, ki, onunla onun arası neçə santimetrdir? Hə də yəni yaxın heç- bir məsafədir. ölçsən mən bilmirəm saniyənin neçədə biridir, yəni budur. Bəli. Andır yəni, Bəli, an bəli, məsələsidir. bəli. Mən ani refleks deyirəm, odur yəni. Orada heç saniyə də deyil. Yəni Doğrudur. ani olaraq mən yenə də o reaksiyanı verirəm və heç vaxt belə bir problem yaşamamışam ki, ayda kaş mən bunu soldan eləyərdim. Yəni düşünməmişəm. Amma bəlkə indi kimsə düşünsə, doğrudan da psixologiyada belə bir şey var da. Kimsə onu düşünsə, artıq Allah uzaq eləsin, hadisə törədə bilər. Ola bilər. Ona görə ya bunu düşünməməlisən, necə ki biz belə düşünmədən idarə eləmişik, ya da artıq mən məsələn qorxaram, deyim ki, Vüqar bundan sonra belə sürmə. İndi Çünki o artıq o onun həqiqətidir, həqiqətən də o. mən elə gəlir ki, O inanır ona. biz ki yollarda maşınlar belə çox artır, biraz sürücülərdə problem filan, biraz yol infrastrukturda problem. Bütün bunları nəzərə alsaq mənə elə gəlir ki, Bakı şəhərində 2 ayaqla yox, 4 ayaqla sürmək lazımdır. Əslində hə, 4 gözlə və 4 ayaqla sürməliyik, amma indi olanımız budur, ona görə də. İnşallah yaxşı olar hər şey. İnşallah. Əsas odur ki, yəni nə fiziki, nə Qətiyyən. Qətiyyən. yəni psixoloji olaraq heç bir problem yoxdur. Bu cür sürüşü Vüqar qardaş tam normal qəbul edir və deyir ki, elə əksinə belə də olmalıdır. Nə bilim, mən belə hesab edirəm. İndi ola bilər qanunda o nəzərdə tutulub, tutulmur. Mən də bilmirəm. Çünki qanunda bunu necə sübut edəcəklər ki, mən necə Və ya sürürəm. xüsusi müddəa varmı ki, qanunda ki, bax 2 ayaqla olmaz ha. Yoxdur ki. Görməmişəm. Amma yenə dedim, sürücülük məktəblərində bəli, sürücülük məktəbində qeyd olunur ki, sağ ayaqla sürülməlidir. Yəni sağ ayaqla sürülməlidir deyilir. Amma sol ayaqla sürülməməlidir deyilmir. İndi bir sual verim onda. İndi siz bu mütəxəssissiniz də bu sahənin. Bu klassik sürücülük məktəblərində varmı ki, məsəl üçün hansısa nəzəriyyələr dəyişir, zaman keçdikcə hansısa, yəni bu ehkam deyil ki, yəni zaman dəyişdikcə müəyyən şeylər də dəyişməli. Onda birinci istehsalçı başlamalıdır o dəyişikliyə. Axı istehsalçı başlamayıb. Bax görürsüz o soldakı sizin ayağınızın yeridir. O onun üçün. İndi istehsalçı məni görəndən sonra artıq başlayar. Hə, yəni əgər istehsalçı bunu eləsə, hə, mən baxaram ki, artıq istehsalçı bunu nəzərə alıb. Yəni bu gün hətta o yuvanın özü belə, yəni o hissənin özü belə bir ayaqlıqdır da. Yəni orada iki ayağa da. Yəni baxanda belə adam deyir ki, yox, mən əksinə qorxuram ki, mənim ayaqlarım bir-birinə ilişər orada. O dərəcədə də, hə. Ona görə birinci orada nəsə dəyişməlidir texniki olaraq. Bilirsiniz nə dəyişir? Mən nəyi təklif eləyərdim dəyişməyi? Məsəl üçün mən qazdan əyləcə basmaq üçün ayağı bir ədəd geri qatlamalı oluruq. Bu biraz bəridədir də, düzdürmü? Aha, bəli. Yəni mən istehsalçıya onu təklif eləyərdim ki, bax bu əyləci səviyyəsini qazdan biraz aşağı eləsin ki, buradan götürüb bura, yəni da bir də geri qatlamayım Hə, belə. eyni paraleldə. Belə geri qatlayıb keçirmir. Belə eyni paraleldə yaxud da biraz da aşağı olsa, oradan götürüb oranı sıxmaq daha asan olar. Əslində bu özü də məhz belə qoyulub ki, biz çaşmayaq. Çünki bəziləri olur ki, çaşır da ki, onun hətta ölçüləri də belə, hər şey ona görə uyğundur ki, sən gözü yumulu olanda belə səhvən də olanda başa düşürsən ki, hə bu qazdır. Aydın. Yəni mən bu gün gözümü yumum oturum istənilən maşına, ayağımı qoyanda deyim ki, hə bu qazdır. Çünki əyləc daha pəncəlidir, daha iridir, daha həm də geri qatlayanda artıq siqnal gedir ki, o əyləc. Amma eyni səviyyədə olsa sən bəlkə də bilmədən bir də baxacaqsan ki, tormuz. Məntiqlidir. Bu məntiqlidir. Texniki olaraq bu belədir. Amma indi istehsalçı orada bir şey dəyişdirməlidir ki, mən dedim ki, hə də bu olar artıq. Amma dediyim kimi bu nadir nümunədir, həqiqətən nadir nümunədir. Biz də Vüqar qardaşın nümunəsində göstərdik. Şərhləriniz maraqlı olacaq və biz həm də təlimçilərdən və mən elə belə həm də yol polisindən bir məlumat almağa çalışaram ki, ümumiyyətlə belə bir şey varmı? Yəni imtahanda kimsə belə gəlib imtahan versə, siz onu qəbul edərsinizmi yoxsa yox? Bax o mənə maraqlıdır. Mənə də maraqlı olar. Baxarıq görək. Çünki istisna haldır. İstisna halı da ki, gərək kitaba salsınlar da. Mənə elə gəlir ki, 2 ayaqla sürənlər var və yəqin ki, reaksiya verərlər bu videoya. Hə, o da özündən həmrəy axtarır. Ona görə də ona həmrəy olmaq istəyənlər varsa buyursunlar. İnşallah. Belə, bütün Əgər varsa elə adamlar, mən həmən adamları çox məsuliyyətli
çox diqqətli insanlar indən hesab edirəm, adlandırıram. Hətta o necə ki qruplar var, məsələn Çanqan qrupu, nə bilim Mercedes qrupu. Siz bir dənə solla iki ayaqlı sürənlər qrupu yarada bilərsiniz. Yaxşı fikir. Oradan məsləhətləşmələr edə bilərsiniz ki, qardaş səndə necədir? Yəni məsələn belə şey yoxdurmu ki, o takıntı deyirlər də türklər. Məsələn belə bir şey varmı vərdişlərdə? Tutaq ki, bizim Rəşad ustada məsələn simmetriya xəstəliyi var. Rəşad usta deyir ki, mən məsələn maşında bunlar ayrı olanda mən ürəyim partlayır, sürə bilmirəm. Və yaxud mən ona bir şey bilirsən, kimsə deyir, onun ağlında qalır. Deyir, keçən dəfə gecə 3 idi, deyir, mən maşının nömrəsi deyir, yadımdan çıxmışdı həyətdəki, düşdüm, deyir, ona baxdım. 2 saatdır yatamadım ki, mənim bağça müəlliməmin adı nə idi? Yəni, beyninə bir şey taxılır, onu həll eləməyənə qədər bağlayır. Rahatlıq vermir ona. Yəni, məsələn, bu belə xarakter adamlarda nəsə olmalıdır da, ki, bir mövzuda ilişib qalsın, var belə bir şey. Məndə o var ki, məsəl üçün, maşını park eləyəndə gərək düz dayana, məsəl üçün. Biraz o, bilmirəm, onda o səliqəlilikdir, məsuliyyətdir. Və yaxud da ki, bəzən gəlirəm park eləmək üçün yer yoxdursa, elə hara gəldi, elə bir yarı yolu sıxım, yarı bir tərəfə keçim, yəni yol olmasa, yer olmasa normal yerim. Yəni mən park eləyib getmirəm. Biraz ona elə bir xəstəliklərim var. O özü də simmetriyadır da, yəni hər dəqiqlik. Hə. Yəni neçə dəfə olub ki, dostlara məsəl üçün park eləyib gedirlər, maşının arxası qalır yolda. Yolun neçə faizini bağlayır. Deyir, onsuz da keçir də maşın. Deyirəm, keçirik, amma nəyə görə millimetr keçməlidir bu adam? Yox, ondan mən rahat oluram, sözsüz, o heç. Amma bir də var ki, məsəl üçün də bu maşın burada indi sizə elə gəlir ki, əyri yanır. Maşın heç kimə mane olmur. Sadəcə baxırsınız, deyirsiniz ki, onun təkəri niyə qabaq ki, arxasına baxanda biraz daha yaxındır, qoy yem onu düzəldim. Var, elə bir xəstəlik var. Var. Axır ki, tapdım bir şey. Yəni nəsə var, elə bir olanlar. Beyində bir şey tapdım. İndi ona görə bu psixoloji rəyləri gözləyirik. İnşallah. Maraqlı nümunədir və hər bir halda mənə də maraqlıdır. Nə qədər belə sürücü var. Ona görə gözləyirik. Təşəkkürlər. İnşallah ki, dediyim kimi, bundan sonra xüsusi fikir verib hansısa bir problem yaratmarıq. İnşallah. Təşəkkürlər. İnşallah. Sağ olun. Sağ olun.